Akademik Zərfə Əliyeva adına Ayşə Hacıyeva Rafiq qızı. Məktəbin adını. Akademik Zərfə Əliyeva Üç sayılı məktəb. 2-ci sinif şagirdi Ayşə Hacıyeva Rafiq qızı. Bayraq şeiri müəllif Bəxtiyar Vahabzadə. Torpağın üstünə kölgələr salan, mənim varlığımın cilası bayraq, zəfərdən vurulmuş göy türkdən qalan qurd başlı bayrağın balası bayraq. Üç renkli bayrağın kölgəsində mən qaraca torpağı vətən görmüşəm. Zəfər güllərini dövr qədimdən bayraq işığında bitən görmüşəm. Bayraq mənliyimdir, bayraq kimliyim, bayraq öz yurduma, öz hakimliyim. Harda əcdadımın ayaq izi var, bu zəfər bayrağım orada dikəlsin. Aləmə nur saçdı tarix boyunca, məbədlər başına tac olan bilaq, daim calasan savaş günündə, əskər silahıyla səni tən görür. Yalnız zəfər çalmış şəhid önündə, sən alqış üçün eylən görür. Çox deməli, belə deyək də, görkəm, seçim, gözəl həqiqətində. Material, gözəl materialdır. Neçənci sinif idi Ayşə? İkinci sinif, balacadır. Deməli, yəni dediyim odur ki, səsinə nəyə görə soruşuram? Səs qüvvəsinə görə soruşuram, mənə balacadır. Amma ifadə vasitələri çox xoşuma gəldi, həqiqətən də, yəni gözəl ifadə edirdi, o üst mimikaları. Və o içindən gələn bir şeylər vardı, çox gözəl idi. Biraz elə yerlər var ki, orada biraz yuxarıdan səs tonunu qaldırmaq lazımdır, yəni aydın eşidilsin də, belə bir yerlər, şeir o tələb edən yerləri var. Qalan çox gözəl, yaxşı uğurlar. Bayraq demə, bayraq deyəndə.